əziz dostlar, Şəxsi Əşyalar verilişi yeni efirdədir. Bu gün mənim çox dəyərli bir qonağım var. Azərbaycan Respublikasının əməkdar artisti, gözəl şanson ifaçısı İlqar Sahil. İlqar müəllim, xoş gördük. Xoş günləriniz olsun. Biz təbii ki, çoxdan tanışıq. Mən Space-də işləyəndə də, başqa kanallarda da həmişə bizim verilişin qonağı olmusunuz və bir də həmişə mən burada qeyd eləmişəm. İlqar Sahilə münasibət o qədər səmimidir ki, deməli sizin səmimiyyətiniz, mehriban və mədəni olmanız sizi həmişə fərqləndirib. Yəqin ki, bunu etiraf edən insanlar çox olub ki, İlqar müəllim, sizin bu səmimiyyətiniz, bu mehribançılığınız, mən fikirləşmirəm ki, nə vaxtsa aqressiya ola bilər, belə neqativ bir şeylər ola bilər. Bəlkə də ola bilər, indi əsəbləşməyən insan da yoxdur. Yox, əlbəttə ki, düz deyirsiniz. Əvvəla xoş gördük sizi, tamaşaçılarla salamlayıram. Xoşdur mənim üçün, çünki həqiqətən xətrimizi çox istəyirəm. Neçə illərdir biz elə bu televiziya kanallarında da görüşmüşük, həmişə elə bir dost kimi də həmişə münasibətim sizə çox belə möhtəşəm olub, gözəl olub. İnanın mənə ki, bu mən saxta necə deyirlər, bu pozisiya deyil məndə ki, deyim ki, mən özümü belə yaxşı göstərmək istəyirəm, yaxud necə varam beləyəm. Özdə ki, ona görə ki, ola bilər ki, mən böyüklərimizdən həmişə ibrət almışam, ağsaqqallarımıza qulaq asmışam, atamdan, böyüklərimdən həmişə mən ibrət götürmüşəm, böyük qardaşlarımdan. Ona görə də belə deyim ki, həmişə məndə çalışmışam ki, insanlara mən münasibətim həmişə xoş olsun, gözəl olsun, pozitiv olsun. Həyatda nə lazımdır ki, insan həqiqətən, bilirsiniz, bu sevinmək lazım. Həyata gözlərimi açdın səhər, əllərin işləyir, ayaqların işləyir, çay süzə bilirsənsə, sən dünyanın ən xoşbaxt insanısan, ən dövlətli insanısan. Ona görə də hesab edirəm ki, həyatı sevmək lazımdır. Bu aqressiyadır, bu nə bilim, hardasa, hansısa bir oturasan, fikirləşəsən, ay pulum azdır, başlayasan, nə bilim, özünü incitməyə, yaxud bu var məndə, o birisində niyə yox, məndə niyə yoxdur, o birisində kimdəsə var. Əşi var halal xoşu. Məndə nə qismətimdir, o da olacaq. Ona görə də mən hardasa deyirəm də, çalışıram ki, həmişə səmimi olun bu həyatda. Belə şeylər həm də ömrü qısaldan şeylərdir. Paxıllıq pis şeydir. Bəli, həsəd, paxıllıq. Çox pis şeydir. Özdəki orqanizmi dağıdan elə paxıllıq olur. Nə gecəm var, nə gündüzü görürəm. Mən bəzi bir-iki nəfər paxıl adamları tanıyıram. Vallahi çox pis həyat sürürlər. Təəssüf ki, belədir. İlqar bəyin həmişə mən deyirəm ki, biz keçənlərdə bir məclisdə təsadüfən oturduq. İkimiz xoş oldu, çox 3 nəfər. Çox gözəl. Mən o qədər səmimi üzün söhbətlərimiz oldu. 5 saat oturmuşuq biz. Vaxt necə keçib və o qədər orada yaradıcı söhbətlər. Mən elə orada qərar verdim ki, yox, mən İlqar müəllimə bir dənə belə qəşəng veriliş eləmək olar. Çünki bizim söhbətlərimiz orada hələ bir qismini eləmişik. Ona görə də və orada çox maraqlı bir söhbətimiz oldu və siz dediniz ki, mən həmişə çalışıram bu gününü yaşayım, bu gündən yaşamaq olar. Mənim devizim bu gündən yaşamaqdır. Çünki sabahı biz elə bilmirik necə olacaq. Dünənə qaytara bilmərik özümüzü. Bəli. Sabah bilinmir necə olacaq. Çünki bu gündən yaşamaq lazımdır. Əlimizdə bu gündür. Bu anlamda. Təbii ki, reallıq budur. Bugünkü gündən yaşamaq lazımdır. Çalışasan ki, həyatda həmişə yaxşılıq eləyəsən. Çünki kim ki deyir, yaxşılıq eləməyəcəyim, nə bilim, belə kiməsə yaxşılıq elədim, mənə qarşı belə oldu. Yaxşılıq həmişə, heç vaxt bitmir. Yaxşılıq həyatda eləmək lazımdır. Bacarırsansa ürəkdən elə. Həmişə qarşına çıxacaq. Təbii ki. Həyat bumerangdır. Uçdu qayıdır. Tam doğru. Həyat bumerangdır. Və mən istəyirəm ki, İlqar bəy, bizim ənənəvi bir sualımız var. Mən bütün qonaqlara həmişə bunu ünvanlayıram. İlk şəxsi əşyanız nə olub? Yanınıza gəlirmi? İlk şəxsi əşya. Deyəsən, burada var deyəsən var. Yox. Bu ilk deyil. Budur, yox. Bilirsiniz, uşaqlıqda nə lazımdır? Uşaq nə istəyir? Top istəyir. Mənim üçün ən yaxşı əşya odur ki, valideynlərim mənim üçün o vaxtı belə at var idi, belə sürürdün, ayaq pedalları da belə avtomobil də vardı. Bu avtomobil mənim üçün almışdılar. O ilə özüm üçün sürürdüm. Odur bir də velosiped. Uşaqlıqda nə istəyirsən? Və yadda qalıb hələ də o. Yadda qalıb. Yadda qalıb, yaxşı qabaq Şkolnik var idi, Arlyonak, sonra 28 deyirdilər, Xarkov buraxırdı velosipedləri. Və ən birinci məndə velosiped olub öz əşyam. Ondan qabaq o balaca maşın. İlk əşyalarınız bunlar olub. İlqar bəy, demirəm, geyimi demirəm indi. Təbii ki. Mən belə deyirəm ki, uşağın o arzusuna çatan da nə olur?
top olur, yenə deyirəm futbol oynamaq üçün. Biz uşaqlıq indi nə qədər istəyirsən var ya o ki. İndi çeşidlər çoxdur. Biz o 100 dəfə tikirdik onu ya. Cırılırdı. Təzədən tikirdik. Həqiqətən də o acı elə o samkalar deyirlər, belə o samakatlar. Onu paçevnikdə hazırlamaq üçün nə qədər vaxt gedirdi. İndi hazır o qədər maşın oyuncaqlar var, çeşid-çeşid. Müxtəlif qiymətlərdə. Yox, fənər qoyurduq qabağına. Nə bilim o bardaşok düzəldirdik ki, onun içinə əşyalar qoyurdum. Bəli, bəli. İnandırım ki, biri vardı oturan belə, biri də vardı ayaqla. Ayaqla. Onlardan hamısından var idi. Əlbəttə. İlham bəy, burada deməli adətən bəzi qonaqlarımız əşyalar gətirirlər. Burada təbii ki, sizin Sovet dövründə qalan o qəpiklər, manatlar var. Bu da sizin belə deyək də şəxsi arxivinizə daxildir yəqindir. Şəxsi arxiv deyəndə ki, bilirsiniz mən belə hobbidir bu həm də. Hobbidir. Əvvəl biraz var idi məndə bir dostum var, Şahin. O da dedi ki, mən sənə gətirib verərəm. Məndə də var ondan. Gətirdi verdi. Hərdən otururam, fikirləşirəm, yadıma salır. Bu bir köpük idi. Buna nə almaq olardı? Avtomata atırdıq, təmiz su, qazlıq su gəlirdi. 2 köpük var burada. O ilə zəng edirdin adətən avtomatdan, məsələn telefonla zəng eləmək üçündür. 10 köpüyü var burada, 10 qəpik. Deməli bu südlü marojna alırdın. 15 qəpiyə alırdın plambir. 20 qəpiklik var burada. 20 qəpiklik şokoladlı plambir alırdın da belə deyək. Bu 20 qəpiyə nəsə yemək də ola bilərdi. Bəli, bulkanın biri bulki. Bulkinin biri deməli 10 köpük idi. Çörək səhv eləmirsə 30 köpük idi, amma 20 qəpiyə də belə bir baton çörəyi də almaq olurdu. 50 qəpiklik var, 5 qəpiklik var burada, 3 qəpiklik var. 60-cı, 70-ci illərdən biz. Yox, 60-cı illərdir bu. Bəli, 50 qəpiklik. 50 qəpiklik. Bu sonra dəyişim olmadı ki, manat, yəni pullar dəyişimi olub o illərdən sonra, 60-lardan sonra 70-lərdən. Yox, bunlar elə köhnə Sovet pullardır. O 70-lərdə də istifadə olunurdu. Bəli, bəli. Və bu ən böyüdür deyəsən. Bu 1 manatdır. Burada hardasa yubileyli də olmalıdır. Lenin şəkli. Buna nə etmək olurdu? 1 manat. 1 manata deyim də sizə də 1 manata yarım kilo ət almaq olurdu. Yarım kilo ət almaq olurdu. Görək. Bir də manatlıqlar var. Məktəbə gedəndə bizə verirdilər də 20 qəpik. Bəli. Bunlar burada deməli bu 50-likdir. 50 manat. O cibində olanda şəhərə gəlir. Ürəklə gedib gəzirdi. Kral kimi gəzirdi özün üçün ki, nə istəyirsən ala bilərsən. Buna artıq neçə kilo ət düşürdü? Nəyə ki, əti neçə də qoyun almaq olardı? Aha. Yox, qoyun inanmıram ki, olardı. Bəli. 50-100 manata almaq olurdu. Quzu, belə deyək. Bir quzu almaq olar, bir çəpiş götürmək olar. 25-lik var. Burada bu şey daha arxansızlıq. Yox, bu artıq bu Sovetin pulunu ödəyəsən. Baxın. Bu şeydir. Amma burada Lenin, Kreml SNG olar. SNG Sovetin yadındadır. O vaxtların pulu deyil. Yox, bu artıq 1000 manat, bu 1000 rubeldir. Hə, bu 1000 rubeldir, belə. Sonra burada bizim 10 manatlıq var. 1 manatlıqlar var. Bu 100'lük bu idi. Sovet vaxtı 100'lük. Bu olanda daha güvənli və ürəkli şəhərdə gəzə bilirsən. Bu isə onluqdur. Onluq, qızıl onluq. Qızıl onluq deyirlər. Burada 3'lükdir, burada 5'lükdir. Əsas manatlıq var. 1 rubl. 1 rubl. Bu nostalgiyadır da. Nostalgiya əlbəttə ki, oturursa hərdən belə hobbisidir, yığır və arada bu özünüz baxırsınız, o günləri yada salırsınız yəqin ki. Bəli, əlbəttə ki, baxırsan, xatirələrdir, yadına salırsan. Xatirələr canlanır. Canlanır. Bunun elə maraqlı iyi də var bu. Maraqlı, o vaxtki pulların iyi də qəribə idi. İlham bəy, istəyirəm biraz uşaqlıq dövrünə qayıdaq və təbii ki, tamaşaçılar bilən də var, bilməyən də var. Sizin atanız bizim görkəmli sənətkarımız Məmməd Əli Əliyev, Məmməd Əli Sahil ilə gedirdi. O uzun müddət Azdramada, Akademik Milli Dram Teatrında çalışıb, fəaliyyət göstərib və onun Kor Ərəbin mahnısı ilk dəfə o möhrünü vurub. Və biz onu indi bu kadrda yayımlayacağıq inşallah. Ah!
Və mən fikirləşirəm ki, genetika çox önəmlidir. Genetikadan gəlmə, nəinki atanız, babanız, bibiniz. O da xanəndə olub. Xanəndə. Bir müddət sonra Töhfə Əliyev, bəli. Yenə də həyat belə deyim də, 15-20 il oxumayıb. Mən çox olar, 30 il oxumayıb. Sonra yenə də çıxdı ekranlara, oxudu. Allah ona rəhmət eləsin. Allah rəhmət eləsin, ruhları şad olsun. Biraz atanızla bağlı istəyən məqamlara toxunaq, xatirələrə. Onun, məsəl üçün, yəqin ki, o uşaq vaxtı tamaşalara siz getmişsiniz, Azramada, atanız sizi aparıb. O dövrə biraz səyahət edək. O dövrdə əlbəttə ki, mənim üçün çox belə deyim ki, maraqlı olurdu ki, atam bizi gezməyə bulvara aparırdı. Bəli. Biz o vaxtları şəhərdə mərkəzdə yaşayırdıq. İskra küçəsində, Köhnə İskra küçəsində. Bir nənəm Mirzə Fətəlidə olurdu, o birisi nənəm Çikalov küçəsində. O vaxtlar da elə gezmək üçün bulvara aparırdı atam bizi, o Prokar, belə Kaçelilər, nə bilim, belə maraqlı, belə deyərdim, uşaqlar üçün oyuncaqlar vardı o vaxt üçün, belə deyim. Sonra o vaxtdan bulvarda musiqi də çalınırdı, maraqlı belə musiqilər, caz çalınırdı. Həmişə xoşum gəlirdi o auradan və əlbəttə ki, atamla həmişə biz çıxanda bu incəsənətlə, incəsənətin nümayəndələrini görəndə o vaxtı yadımdadır. Atamla keçirdi Muskameziya yanına, Siyavuş, Aslanov görüşdülər. Böyle sığalladı mənə ki, oğlumuzdur. Yəni bu xatirələr təbii ki, mənim üçün çox əzizdir. Və əsas o idi ki, mən həmişə xoşuma gəlirdi ki, atam səhər duranda otaqda belə ora-bura gedirdi və özü üçün zümzümə eləyirdi, oxuyurdu. Belə çox, mənim üçün çox maraqlı olurdu. Otururdum, ləzzət eləyirdi mənə, qulaq asırdım ona. Və əlbəttə ki, o yolda da belə deyərdim ki, musiqiçilər ailəsində mən də olmuşam. Mənim qardaşım da Allah rəhmət eləsin, Rauf, o Qaboy çalan idi, Qaboy ifaçısı idi. Ceyhun qardaşım, o da Qaboy ifaçısı idi. Babanız xanəndə olub da? Babam mənim dərviş olub. Babanızın şəkli var deyirsən burada. Mirzə Əliqulu. Mən sən bu şəkilləri... Qədimi şəkili var onun. Bax, bu İlqar Sahilin babasıdır, xanəndə olub. Bu dərviş olub. Dərviş olub. Dərviş olub. Mirzə Əliqulu. İlqar Sahilin babası dərviş olub, Mirzə Əliqulu. Bax, onun şəklidir. Bu bəşi neçənci illərdir. Qədimi şəkildir. Və burada İlqar Sahilin atasını da istəyəm şəkillərini biz göstərək. Bugünkü nəsil bəlkə də xatırlaya bilir. Qədimi şəkillər. Ola bilsin ki, internetdə biraz az olar məlumatlar. Məmmədəli Əliyev, Məmmədəli Sahil də gedir, onun təxəllüsü idi və İlqar Sahil birisi ki, onun davamçısıdır və bax bu şəkildə də onun şəkilləri. Sonra bax bu 57-ci ilin şəkilidir. Aha. Obrazdadır. Bəli, 57-ci il. 57 qeyd olunur. Azərbaycan Dövlət Dram Teatrı, Bakı 57-ci il. Sonra onun digər şəkilləri var. Burada Xan Şüfskiyə oxşarlıq var. Səs də oxşayırdı. Səs də oxşayırdı. Bəli. Bu da sağ olsun bizim afişa. Afişadır. Bu mədəniyyət, deməli, mədəniyyət kanalında göstərilib. Atamın Muğam Teatrında gecəsini təşkil olunmuşdu. Neçə il öncə? Çox sağ olsun da. Yadımda da öyle neçə il, bir 7-8 il olar təxmini. Bəli. Böyle sağ olsunlar, əlbəttə ki, var olsun bizim, necə deyərlər, təşkilatçılar, kimlər təşkil edir, çox sağ olsunlar. Yada salıblar sənətkarı. Bəli, sağ olsunlar. Məmmədəli Sahil Kor Ərəbin mahnısını ki, biz qeyd elədik az öncə ifa edib. O mahnıya ilk dəfə hazırlaşanda, evdə məşqlər eləyəndə yadınıza gəlir məsələn? Yox, o vaxtda... Lap əvvəl olub bu, hə? Mən hələ belə deyim ki, bəlkə də həyatda yox. Amma ondan sonra həmişə də tamaşanı göstərəndə, radiodan səslənəndə hamımız yığışırdı, qonşular yığışırdı, baxırdıq, həmişə maraqla baxırdıq. Ondan sonra neçə dəfə ifa edib də, səhv bilmirəmsə, teatr tanışır. Orada bu göstərdiyimiz indi süjet varsa, onu deməli... Mənə göndərdiyi sujetdə... Bəli, onu Rauf Kazımovski çəkmişdi. Bu, mən deyərdim ki, Azərbaycanda deyəsən birinci musiqili rolik nömrə kimi gedib, klip kimi alınıb. Onu da Allah rəhmət etsin, Rauf Kazımovski çəkmişdi. Və onu nümayiş edirdilər televiziyada, o vaxtlarda hələ ağqara idi də, belə deyim ki, rəngli yoxdur. Həftədə bəlkə bir
bir dəfə ayda 2-3 dəfə göstərirdilər o tamaşadan parçaları və o Şeyx Sənan deməli tamaşasını çox tez-tez göstərirdilər qabaqları. Bəli. Biz də hamımız ailə ilə yığışırdıq, baxırdıq, qonşular da baxırdı. O vaxtlar biz hamıda televizor yox idi. O Rekord 12 var idi mənim yadımda. Balaca uşaq idim, Rekord 12 var idi. Aha. Sonra bunu rəngli eləmək üçün plyonka qoyurdular. Ondan sonra yavaş-yavaş başqa televizorlar çıxdı. Hər evdə televizor olmurdu. Bəli. Qonşular da hərdən yığışırdı, kimdə var, gəlib yığışıb orada baxırdı. Tamaşaya, kinoya, maraqlı verilişlərə belə baxırdılar. İlqar bəy, uşaqlıq illərinin Bakısı necə idi? Yəni o biraz istəyirsə nostalgiyaya qayıdaq. Oranın o necə o ab-hava necə idi? O ab-havanı indi də hansı bir detallar hiss etmək olurmu? Bilirsiniz, o vaxtı başqa cür idi. O vaxtı qonşuların arasında səmimiyyət var idi. Belə bir ailə kimi idilər. Heç qapıları bağlamırdın. Qapını bağlayanda da açarı verirdin qonşuya ki, mən getdim. Gələcək. Mən getdim. Uşaq gələndə verərsən. Yaxud qoyurdular o palavikanın altına. Bəli, açarı qoyurdular belə. Qonşular da hərdən bizdə yığışırdılar. Yaxud qonşularda indi qadınlar yığışırdılar, düşbəri bükürdülər. Novruz bayramında şəkər bura deməli bükürdülər. Qoğal, baklava. Biz mehribançılıq vardı. Kimdəsə toy olanda o vaxtda toy da evdə eləyirdilər. Məsələn, toy eləyirdilər, hamı yığışırdı, kömək eləyirdi bir-birinə. Kişilər öz işini görürdü, qadınlar öz işini görürdü, kömək eləyirdi. Hamı kişilər indi ət kesirdilər, nə eləyirdilər belə. Bilirsiniz, çox mehribançılıq vardı və uşaqlıqda da dostların arasında, elə məhəllədə də başqa cür idi hər şey. Bilirsiniz, çıxanda ora hələ bilirsən ki, nağıl idi. Düzdür, bizdə yox idi indi uşaqlarda hər şey var. Bizdə bəlkə ola bilər ki, o qədər deyərdim ki, o ayaqqabıda tiyeta deyirdi, biz krasovka indi geyinirlər. Ayaqyalın da futbol oynamışıq. Görürsən ki, mayka ola bilərdi ki, indi uşağın bəlkə 15 dənə maykası var. Bizdə ola bilər ki, bir dənə olsun, 2 dənə olsun. Belə idi. Amma ki, səmimiyyət vardı, gözəl anlar idi vallahi. İnandırım ki, böyüklərə hörmət var idi. Biz durub gözləyirdik ki, haçan bizi böyüklər bir qulluğa göndərər. Biz də sevinirdik. Bəlkə də bir dava edirdik ki, mən gedirəm. Gör necə idi? Bizim üçün fəxr idi ki, məni göndərdi böyük bizim hansısa qonşumuz, ağsaqqal ki, getmə bir mağazadan. Oyunlar var idi, gözəl oyunlar. Bilirsiniz, indi uşaqlar oturublar bu internetdə. Teknologiyanın içində. Belə olmaz axı. Biz səhərdən axşamaca futbol oynayırdıq, qaçdı tutdu. Bir oyun yoxdur ki, orada idman olmasın. Qaç tutda qaçırsan, gizdan başda qaçırsan, o 12 taxta var idi, Kurqavı lapdan, Ənzəli, hamısı idman idi. Hamısı idman idi və ona görə də cana da xeyir idi. Ona görə də indi gənclərlə ünsiyyət edirsən də, görürsən ki, belə yatırlar və qaçırlar, gözət oynayır. Çünki bunlar ancaq telefon içindədirlər, virtual ünsiyyətdədirlər, canlı ünsiyyətə keçmirlər. Keçmirlər, əlbəttə. Onlar hamısı çox. Və bir də çox maraqlı məqama toxundunuz qonşularla bağlı. Və nə yaxşı ki, o vaxt Ramiz Həsənoğlu və Rühəngiz Qasımova qonşu olsa tamaşasını çəkiblər. Mehriban qonşularıq, Rühəngiz Qasımova oxuyur orada. Qonşu yansa qarışmalıq, biz mehriban qonşularıq. Yəni olurdu, qonşuların arasında da təbii ki olurdu ki, belə bizdə bir qadın yaşayırdı. O nifrət edirdi, zəhləsi gedirdi uşaqlardan. Biz oynayanda çıxırdı, su atırdı üstümüzə, cırırdı. Top deysə onun pəncərəsinə geysə birdən o topu cırırdı, tullayırdı belə. Amma elə adam da az ola bilər. Az idi, əlbəttə ki az idi. Çox az idi. İndi o, məsəl üçün, məhəllədə elə adam da olmalıdır. Biri ola bilər... Cəmiyyətdir də. Cəmiyyətdə hər cür təbii ki, insanlar var. Deməli, biz uşaqlıq dövründən danışdıq və mən İlqar Sayıldan xahiş edəcəm. Şəhərli çörək filmində də məşhur bizim mahnımız var idi. Vasif Adıgözəlovun sözləri deyəsə Əliağa Kürçaylı'nın. Vasif Adıgözəlovun və sözləri Əliağa Kürçaylı'nın deməli Buludlar mahnısı. Buludlar. Nə? Məsəl dodaqlar. Dilə gəldi, diləşlər. Mənim atam uzaqlarda, cəbhələrdə. Çox möhtəşəm kinofilm özü də mən belə deyərdim ki, çox belə dünya bəlkə də klassika o kino filmlərin arasında bu kino Şəhərli çörək. İlqar bəy, siz fikir verirsiniz, o filmdə müharibə görünmür də, belə deyək, atmosfer var sadəcə. Və o uşaqlar, və indi uşaq aktyor seçmək çox çətindir də. Uşaqların gözlərinə fikir verirsiniz, elə bir ki, o kədəri, o müharibə necə yaşayırlar orada? Yaşayıblar, əlbəttə ki, hissiyatı yaşayıblar ki, bu
bu necə deyirdim ki, bu çörəyin necə qədrini bilirdilər. Orada bir epizod var. Çalışacağım o hissəni verək. Gəlir evdə çörək tapmır, o qətdanı tökür, qəndi yeyir onu. Yəni ki, Keçən əsrin dahi Rus bəstəkarlarının sənəti ilə yaxından bağlı olmasaydı, ürəyə çətin ki yatar, hətta anlaşılmaz qalardı. Lakin bütün bu ənənələr bugünün böyük sənətkarının qanı ilə yoğrulub, zəkasından qida alır. Shostakovich yaradıcılığının məzmunu, onun ruhu Sovet həqiqəti ilə çox bağlıdır və xalqımızın fikir və hissilərini ifadə edir. Buna onun 7-ci simfoniyası parlaq misaldır. Klassik ənənələri yeni Sovet mühitində davam etdirən Shostakovich musiqisinin də əsl mahiyyəti bundadır. Doğma torpaqla qan birliyi nəticəsində o, çox böyük etik əhəmiyyətli və ictimai məzmunlu əsərlər yaratmağa nail olmuşdur. Shostakovich'in yeni əsərləri, onun yorulmadan yaradıcılıq axtarışları apardığını, daima yeni bədii söz və obrazlara can attığını göstərir. sonra orada biz ən çox həmişə qıcıqlanırdıq. Orada ağsaqqal var idi. O bazarda gedir, alır. Bəli, axşam gələrsən deyirlər. Axşam bu artıq bu uşaq azından ölür də. Sən bunu indi verməlisən. Deyir, bibin nə bişirsin sənin üçün? Axşam gələrsən. Çox sağ ol oğul. Axşam bizə gələrsən. Sonra xalan sənin üçün nə bişirsin, hə? Nə bilim. Yaxşı, indi qaç evə. Bax, gəl ha, utanma. Ona həmişə biz əsəbləşirdik ki, bu uşaq getdi qətdanın dibini yalamağa yazıb uşaq. Yəni belə bir ona görə də o filmdə çoxlu detallar var. Məsələn, o su satılan yeri. Sənin su pərvəri. Məsələn, uşaq biri satır pulla əskərə, görür ki, onun ayağı yoxdur. Məsələn, bu uşaq ona pulsuz verir. Pulsuz verir. Ay pencə yalan, ay pencə yalan. Zaraz. Rəqibsiz? Nə verəcəyəm, hə? Bura bax, ha! Necə təsirli detaldır. Yox, hamısı Əskər bir- istəyir o pulu verə. Görür ki, ona görə də mən İlqar müəllimə xahiş edəcəm bu mahnını bizim üçün tamaşaçılar üçün ifa eləsin. Nəğmə sustu dodaqlarda, dilə gəldi tüfənglər. Mənim atam uzaqlarda, cəbhələrdə bir əskər, cəbhələrdə bir əskər. Anamızın laylaları, nənnilərdə pozuldu. Arzuladıq ilk baharı, İstəyimiz yaz oldu, İstəyimiz yaz oldu. Sən ey uşağım, sən bizdən uzaq düşdün artıq. Səni əllər apardı, ya soyuq əllər apardı. Sən ey uşağım, sən bizdən uzaq düşdün artıq. Səni əllər apardı, ya soyuq əllər apardı. Görmədik biz gül dəstəsi, görmədik biz oyuncaq. Ata səsi, ana səsi, eşitmədik doyunca, eşitmədik doyunca. Öz qoynuna aldı bizi, bu bulurlar şəhəri. Yarı böldü tikəmizi, gözlədik al səhəri, gözlədik al səhəri. Sən ey uşağım, sən bizdən uzaq düşdün artıq. Səni əllər apardı, ya soyuq əllər apardı. Sən ey uşağım, sən bizdən uzaq düşdün artıq. Səni əllər apardı,
ya soyuq əllər apardı. Sən bizdən uzaq düşdün artıq, biz səni əllər apardı, ya soyuq əllər apardı. Sən ey uşağım, sən bizdən uzaq düşdün artıq, biz səni əllər apardı, ya soyuq əllər apardı. Öz qoynuna aldı bizi bu bulutlar şəhəri, yarı böldü tükəmizi, gözlədi al səhəri, gözlədi al səhəri, gözlədi al səhəri, gözlədi al səhəri. Təbii ki. İlqar bəy, şanson bu ayrıca bir janr deyək də, bir növdür. Bəli. Və bu növ necə oldu ki, siz bu növə meyil göstərdiniz? Yəni atanızla bu məsələləri müzakirə eləmisinizmi? Sənətə gəlmək kimi məsələlər. Bax bunlardan biraz danışın. Çünki bilirsiniz, mən özüm deməli 11 yaşından Zərb Alətləri Fakültəsində 6 nömrəli məktəbdə oxumuşam. Məktəb bitirən kimi Asəf Zeynallı adına musiqi texnikumuna daxil olmuşam. Asəf Zeynallını bitirəndən sonra Azərbaycan Dövlət Konservatoriyasına deməli mən qəbul olunmuşam və 85-ci ildə oranı mən bitirmişəm. Amma paralel olaraq Zərb Alətləri Fakültəsində mən oxumuşam. Amma paralel olaraq mən vokal dərsləri də qəbul edirdim, götürürdüm. Asəf Zeynallıda oxuya. Yox, konservatoriyada. Asəf Zeynallıda o vaxtı gözəl müəllimlər var idi. Bəli. Ay Allah, müəllim Milavanov var idi, bir dənə belə vokal müəllimi. Belə böyük kişi idi, belə uca boy kişi idi. O dərslərə mən həmişə qıraqdan baxırdım. Sonra Beybutova xanım, adı yadımdan çıxdı. Beybutova, belə gözəl Partnov var idi, vokalistlər. Mənim marağım var idi. Bir də ki, bizdə deməli muğam kafedrası da var idi. Hacı Baba Hüseynov orada dərs deyirdi. Deyəsən Ağaxan müəllimdir. Axan Abdullayev. Nəriman müəllim. Öyle otururdu bizim üçün həmişə mənim marağım olub ki, atam da xanəndədir axı. Həmişə qulaq asırdım, marağım çox olub. Atamla məsləhətləşəndə, atam bilirdi ki, mən çox mahir Zərb alətlərində deməli çalışırdım. Dedi ki, varındır sənət, hələlik bu sənətlə də get. Amma atam rəhmətə gedəndən sonra 83-cü ildə bu istək məndə başladı artmağa get-gedə ki, mən də oxumaq istəyirəm. Amma düzdür. Səs imkanları var idi, siz bunu hiss edirdiniz. Səs imkanları əlbəttə ki, var idi, tembr var idi. Restoranda oxuyurdum. Toylar yox idi o vaxtı. 91-ci il idi deyəsən. Məmməd Bağırzadə, Allah rəhmət eləsin, o ilə də mən çalışmışam o vaxtda. Qonağı gəlmişdi, yanından da Türkiyədən ya hardansa ya İrandan gəlmişdi. O da restoranda qonaq idi, qonaq gətirmişdi onu. Mən də oxuyuram bu şanson mahnılarını. Axırda gedəndə yaxınlaşdı, mən ki, hələ belə onun interesli danışmağı vardı, Allah rəhmət eləsin. İlğa, sən də çox oxumursan, səndə belə qəşəng alınır, sən fikirləş, bəlkə elə keçərsən oxumağa. Mən də fikirləşdim, dedim ki, o boyunda böyük sənətkar bu sözü o deyilsə mənə, deməli, nəsə eşidib ki, deyil. Başladım yavaş oxumağa, deməli, mahnıların çoxunu da bilirdim. Çünki mən də Hüseyn Ahalı ilə çalışırdım. Bəli. Yalçın Rızazadə ilə. Demək olar ki, bütün bizim oxuyanlara mən müşahidə edirəm. Əli Mirəliyev o vaxtı, Akif İslamzadə, hamısı mən çox, Əli Baba Məmmədov, hamısına mən müşahidə eləmişəm. Baxışdım Hüseyn Ağanın
Məmməd Bağırın 30 dənə toyu vardı. Hər gün o mahnıları eşidirdim, əzbər bilirdim. Ona görə mənim üçün burada bir rahatçılıq oldu ki, keçməyə, oxumağa. Artıq mən bütün mahnıları bilirdim. Bir trambolin oldu elə bir. Böyle trampolin oldu, belə deyim, yavaş başladım. Belə banketlər, toylar, vaxtı gəldi, çatdı ki, o vaxtlar belə deyərdim ki, yaxşı auditoriyam var idi. İndi də hara gedirəm, İlqar müəllim siz bizim toyumuzu oxumusunuz, İlqar müəllim siz bizim toyumuzu oxumusunuz. Nə xoş ki bu. İndi də oxuyuram, indi də toylara aparıram, əlbəttə ki. Amma ki, mənim toy aparmağı bilirsiniz necədir? Mənim toy aparmağım, mən toyu çox gözəl bilirəm. Çünki mən toyu aparmağı həmən Məmməd Bağırdan, Hüseyin Ağa Hadıyevdən öyrənmişəm. Toyu da belə deyim sizə, indiki mən heç nə demirəm. Gözəl toy aparanlarımız var. Ancaq belə şey var ki, çoxunu da bizdən öyrəniblər onlar. Mən məsəl üçün Səməddən də çox şey öyrənmişəm. Allah ona rəhmət etsin. Səmədovdan deməli bu toyu aparmaq, danışmaq. Səmədovdan qabaq da Anatollu Qəniyev kampaniyaları aparanda o da danışırdı. O vaxtlar yox idi, Tamada gedir, Tamada aparırdı. Ancaq müğənni var idi ki, o da aparırdı. Birinci novatorlardan bunlar idi. Onu da öyrənmişəm orada. Hər oxuyandan, hər belə sənətçidən yavaş-yavaş nəsə götürmüşdüm. Bəli, nəsə belə də artıq bu toyların da necə deyərlər, ən yaxşı aparıcılarından biriyəm. Kimlərə adını çəkdiniz? Onların hər biri çox məktəbdir, əlbəttə ki. Mən düzdür, qabı öyrənmirəm. İndi toyda oxuyanda bir də görürsən ki, bunun fikri toyda deyil, bunun fikri telefondadır. Sən toy apararsan, 500 nəfərlik toyda, prəmo efir edir, nə var, nə yox, nə edirsən, belə toy apararlar. Burada sən bir iş tapşırıblar. Toy ailə məclisidir. O da işin bir hissəsidir. Əlbəttə ki, böyük bir həyatda bir dəfə olur da toyda, o böyük bir yığıncaqdır, böyük bir tədbirdir. Ora həmişə ciddi yanaşmaq lazımdır. Tam razıyam sizinlə. Toya ancaq ciddi yanaşmaq lazım. Çünki toydur da, bir də görürsən ki, belə açıq deyək də, bir də görürsən ki, içki də olur, kimsə artıq içib, onu yerə yola verəsən, onu da gəldə saxla mənim mahnımı oxu. Qardaş, mərafət, bunu bilmək lazımdır. Hamısının dilini tutmaq lazımdır. Və toyun spesifikasını bilmək lazımdır. Sən burada psixoloq olmalısan ki, toya girdim, mən baxıram, sonra sağa, sola baxıram, toya görürəm, aha, necə bu toyu mən aparacağım, artıq bilirəm. Burada nə oxumaq olar, burada nə oxumaq olmaz. Bu gedər, bəlkə bu mahnını oxumaq lazım deyil burada. Məsələn üçün, belə olur ki, mənə yaxınlaşırlar, deyirlər ki, bəs ana mahnısı oxumadı, analar rəhmətə gedir. Allah hamının canını sağ eləsin. Amma o yeri burada yoxdur da. Atalar ya da kimsə belə olur ki də, təcrübə də odur ki, sən bilməlisən ki, burada bunu oxumaq olar olmaz. Yaxud görürsən ki, bir şey, nənənin durğuzlar rəqs eləmək, sən oxuyursan, saxlamalısan ki, ay millət, ay, допустим, toy iştirakçılar, bir dənə baxın, nənəniz durub rəqs eləməyə, gəlin belə eləyək, hamımız cəmləşək onun ətrafına, belə mahnı ki, bu nənə də dursun, belə özünü itirməsin də. Oturmasın da, özünü itirməsin də. Belə incəlikləri hamısını bilmək. İlqar mənim çox dəqiq toxundu, psixologiyanı bilmək, yəni psixologiyanı bilmək ümumiyyətlə hər sahədə vacibdir. Həm də ki, məsələn üçün, burada içki qəbul edən adam ola bilər və sən onu da idarə etməyə bacarmalısan. Bunu çox doğru dediniz. Yox, mütləq. Və məndə olub belə ki, tam səmimi deyirəm. Olub ki, baxıram da oynayırlar. Bir görün bir nəfər gəlir bura. Döndüm belə dedim, Süleymanı. Belə baxdım, oradan bildim. Dedim, hiss elədim. Artıq burada, məsəl üçün, o müştəri məmnuniyyəti də var ki, o artıq razı qalır ki, məni 100 metrdən hiss elədilər. Bir şey də qeyd eləmək istəyirəm ki, biz deməli Uvertüra, Üzeyir bəyin Uvertürasını birinci dəfə toyda ifa elədi Hüseyin Ağa Hadıyevin dəstəsi. O da necə oldu? Hüseyin Ağa Hadıyevin ansamblında mən deməli çalışırdım. O vaxtlar Eldar, Allah rəhmət eləsin, rəhməti getdi, mənim müəllimim idi, o zərb alətləri, o əskərliyə getdi və onun yerinə mən qaldım işləməyə və bir toyda gördük ki, Fikrət Əmirov toydadır. Biz də hamımız konservatoriyada oxuyurduq o vaxtda, deməli Həsən Ağa Qurbanov, dirijor. Bəli. Allah rəhmət eləsin, Dam Oğuzunda konsert istəyir. Şərbət Rızaquliyev, Abbas, musiqiçilər, Tahir, Rəşid Beybutovun ansamblində nağara çalan, sonra Hüseyin Bakılı, Allah rəhmət eləsin, konservatoriya bitirib, bəli. Deməli, oturdu ki, gəl belə eləyək, bir dənə Uvertüra ifa eləyək.
Necə, hamımız da Allah'a şükür partituran bilirik də. Bəli. İnandırım sizi ki, sirk restoranındaydı toy. O virturanı elə ifa elədi ki, Fikret Əmirov ayaq üstə qalxdı, əl saldı, belə dedi ki, mən təsəvvür eləmirəm ki, necə ola bilər ki, 5 nəfər, 6 nəfər ansambl belə düzgün, belə piyanosu ilə, fortesi ilə, indi musiqidə piyano, forte yoxdur. Elə nə gəldi çalma, piyano ilə, forte ilə, not, banot, ifa edildi onu, ayaq üstə qalxdı, dedi, halal olsun sizə. Özə toyda. Toyda olub bu. Fikret Əmirov. Elə verilişimizin bu məqamında İlqar müəllim bizə, təbii ki, biz danışdıq zərb alətlərindən. Elə burada, bu məkanda, Caz Bakuda zərb alətləri də var. İlqar müəllim ifa edəcək. İlqar müəllim, şanson ifaçılarından başqa ölkədə tanınmış kimlər var, belə varmı o janrda oxuyan və siz onlara dinləmisiniz? Belə bir şeylər varmı? Belə deyərdim ki, əlbəttə ki, çoxdur. Elə bizim şanson ifaçılarımızı götürsək, Mirzə Babayev. Bəli, Mirzə Babayev. Elə Rəşid Berbutu özü də. Şanson ifalar edirdi. İfalar, yaxşı valislar, yaxşı gözəl mahnılar var idi. Müasirlərə gələndə sizin dəstənizdə var digər dostlarımız, Arzu Rzayev. Arzu Rzayev də Nazim faytonçudur, Elares deyində Amerikadadır. Eyüp Yaqubov. Eyüp Yaqubov bizim gözəl müğənnimiz. Bu yaxınlarda yubiley də oldu. Yubiley də oldu. Təbrik edirik. Arzu Rzayev də bayaqları qeyd etdiniz. Bəli, bəli. Ceyhun Bakinski deyildi, bu təzə Abbasdır, Abbas Bağırovdur. Çoxdur. Bizim bir hamısını sədalasan mən vallahi. İlqar bəy, mən bilirəm ki, siz dostluq edirsiniz Ceyhun Bakinski və Sadıq Mustafayev meyxanaçı. Bəli, Sadıq da çox belə deyim də, çox belə maraqlı onun şansona gətirdiyi meyxanalar var. Çox yaxşı şeirləri də var. Şeirləri də var, özü də yazır, özü də mahnılar yaradır, uğurlar olsun. Elçin İmanov, mənim deməli bu tanınmağımda əlbəttə ki, bu şanson ifaların, mahnıların mənim şəxsən nəinki Elçinin mahnılarını, Elçin İmanov mahnılarını demək olar ki, bütün dünyada oxuyurlar, ifa edirlər. Mənim üçün də Elçin İmanov yazdı bu bilmədiyim mahnısı, deməli o ilə mən belə deyərdim ki, tanındım. İndiyə qədər oxuyuram o mahnını. Sonra Elçin İmanov deməli bizim dost etirən vaxtımız deyil. Belə bir qəzəl var idi. Mən də bir dəfə dedim Elçin, bu qəzəl çox gözəl qəzəldir, amma nədən ki, heç kəs mahnı yazmır. Hə, səhər görüm yığılıb, mən ki, mahnı hazırdır. Necə hazırdır? Belə, o sözlərə mahnı hazırdır. Sonra dostlar haqqında mahnılar, çoxdur mahnılar, Elçin İmanovun mahnıları çoxdur. Sağ olsun, var olsun. Mən deyərdim, sənətimdə də onun çox böyük rolu var. Demək, İlqar bəy, biz az öncə də qeyd elədik, atanızla bağlı və sahil təxəllüsü. Bu nədən gəlib ki, siz də onu götürmüsünüz? Bu gəlib ondan kimi də atam o təxəllüsü, belə deyim də, özünə götürüb və o təxəllüslə qəzəllər yazırdı. Və onun qəzəlləri, o belə deyərdim ki, muğam müsabiqəsi olmadı, orada da ifa olunub və bütün bizim belə xanəndələr, Məmməd Bağırzadə və çox xanəndələr onun qəzəllərin ifa ediblər. Bu qəzəllər kitab halına çevrilməyib sonra? Çevrilib, ancaq inandırım sizi ki, elə satın məndə əl yazmaları çoxdur.
Çox hamısı məndə var. Mən üzr istəyirəm İlqar müəllim. Siz onu məsələn yaxın gələcəkdə yeni belə də nəşrlə çıxarda bilərsinizmi? Bəli. Məncə etmək olar. Həm itməsin bu, Bəli. Çünki ola bilsin köhnə nəşrlər qalmaya bilər və həm də ki təbliğat ola bilər ki, İlqar Sahil atasının kitabını çıxardı, illər sonra bir təqdimat da keçirilə bilər. Mən bir təklif kimi eləyirəm. Olar. O vaxtlar mənim bacım, əmim qızı da belə deyim, Bəli. Sevda. O nəşriyyatın böyüyü idi o vaxtlar və o bir tiraj buraxmışdı kitab. Amma inandırım elə satıldı ki, onlar satıldı, xaricə çox Bu təxminən neçə il öncə? Çox il keçib üstündən. Məndə də bir axırıncı kitab vardı, onu da kimsə istədi məndən və heç nə elə bilmədim, verdim ona. Ona görə belə ehtiyac görünür ki, yenə lazımdır. Lazımdır. Çünki onun qəzəl O qəzəllər və sahil təxəllüsünün Bəli. mənası da var. Mənası da onun çoxu bilmir. Nəsə yazıb dilənçi yox. Sahil Allahın sevgisini diləyən insan. Biz hamımız yaşayırıq, onun axirətimiz hamımız bir yol gedirik. Bir yol gedirik də. Allahın sevgisini istəyən, diləyən insan sahil. Çox gözəl addır. Əslində bu adı hətta belə deyək, oğul övladlarına qoymaq da olar, ha? Elə mənim qardaşım oğlunun adı Sahildir. Doğrudan mı? Bəli. Sahil qardaşımın. Bunu da açığı çox belə müzakirələr getdi. Biridir belə, amma bizim hörmətli ağsaqqalımız Vaqif Əsədov. Bəli. Ondan soruşdum, mən dedi ki, bu mənası budur. O da yaxşı bilir belə şeyləri. Allah canını sağ eləsin. İlqar müəllim, keçən il biz təbii ki bir oturduq bir məclisdə və xeyli söhbətlər elədik. Biraz gileyləndiyimiz məqamlar da oldu. Məsələn, musiqimizin biraz indiki vəziyyəti, televiziyaların biraz belə bir vəziyyəti. Bu sizi də narahat edir yəqin ki bu problemlər, hə? Ümumiyyətlə musiqimizin belə kütləvi hal alması. Yəni musiqi sənəti elədir ki, bu insanın gərək səs vergisi Allahdan verilən bir şey. Hamı oxuyur. Bu necə ola bilər? Bilirsiniz, Allah studiyanın canını sağ eləsin. Hep yazdırırsan orada, düzəldirlər kompüterdən. Gedirlər studiyada yazırlar da. İndi bilirsiniz, sən söz deyə bilərsən və onu mahnı eləyə bilərlər. Yaxud indi deyirlər ki, intellekt var da bu. Süni intellekt, süni zəka. Da, bəli. O ilə də nə bilim, amma ki iş ondadır ki, onu da qoydum burağa. Onu qoydum bu televiziyada bu intriqalar, bu görürsən ki, hansısa müğənnini alçaltmaq, hardasa kimsə çıxsın, özünü belə aparsın ki, mən beləyəm, məndən yoxdur. Belə şey olmuyor bu qabaqları. Sən deyə bilməzsən, mən beləyəm. Sənin haqqında deyə bilirlər ki, sən gözəl müğənnisən, sən əla oxuyursan, sən necə deyə bilərsən ki, mən əla müğənniyəm, məndən yoxdur. Belə söhbət olmur. Bir insan öz haqqında nə qədər mən deməlidir. Əlbəttə ki. Və bir də görürəm ki, məsələn, təsadüfən mən deyirəm, bu çox pis haldır, deyirik, televiziyaya baxmırıq, televizorlara baxmırıq deyirik. Yox, necə baxmırıq? Biz televiziyamıza baxmalıyıq. Baxmalıyıq. Əlbəttə ki, baxmalıyıq. Amma baxmayanda da onlar başqa bir formada qarşımıza çıxır sosial şəbəkədə və bir görürəm bir xanımdır, cavan oxuyan. Mən toya deyir 5-ə gedirəm, deyir 5 neçə 0, deyir yanına 3 dənə 0 qoy, yəni 5000, yarım saatdır. Amma mən axı səni tanımıram. Yəni sən necə birdən-birə belə gedə bilərsən da? Yəni 100 ilin sənətkarı bir görsən 5 manata da gəlir. Məsəl üçün deyirəm, imkana baxır ki, nə verə bilərlər. Bunlar buraya yəqin kimsə verib ki, bunlar beləncə arxayında. Mən başa düşürəm. Əlbəttə ki, belədir ki, məsəl üçün deyim də, qiymətləndirmək lazımdır belə müğənniləri ki, bizim xanəndələrimizi, bizim gözəl müğənnilərimizi. Ancaq nədənsə onlara yox. Kimsə bir daha mahnı çıxardı, çıqqa, çaqqa, tıpa, başlanır burada, kiminsə xoşuna gəldi, başlayır pul buraxmaqda. Bu insan 30 günü toydadır. Yaxşı, bu mahnının neyi olur? Bu mahnı yarım ildən sonra yox olacaq. Bəli. Yaddan çıxardacaqlar o mahnını. Bəli. İş ondadır ki, sonra bu intriqalar qurmaq, uşaqlar baxırlar axı, bu geyimə fikir vermək lazımdır. Çıxanda bir geyimlə çıxırlar ki... Və söhbətləri, elə mənasız söhbətlər gedir. Bu geyimi neçə almışsan, bu üzüyün neçədir, bu qəmxo... Onu da qoydum orada. Kişi çıxanda bir kişi kimi bilməlisən ki, bu kişidir. Belə bir söhbətlər eləyirlər. Baxırsan ki, buna gənclər baxırlar axı. Təbii ki. Bir də ki, onun xoşum gəlmir, bilirsiniz necə. İndi düz deyir, bizdə də məsəl üçün gəlirlər, evə də gəlirlər qonaqlar, verilişdə evdən aparırsan. Ancaq başlamaq, yəni mən 300 minə maşını almışam, mən kreditlə almışam, Allah canını sağ eləsin. O filan kəs mən belə şey almışam. Niyə lazımdır onu demək? Əlbəttə ki.
Niyə Əlbəttə ki, lazımdır onu demək? ehtiyac yoxdur belə söhbət. Sənətçinin intellekti olmalıdır. Əlbəttə. Dünya görüşü Adam olmalıdır. görməmiş olmaz. Çünki bir tamaşaçı ondan nəsə həm də öyrənməlidir də, həyatla bağlı deyirəm. İlqar bəy, təbiəti sevən adamsınız. Çox. Özü mən bildiyimə görə bağ mühitində, bizim bölgələrdə daha çox dincəlməyi çox sevirsiniz. Mən ümumiyyətcə bizdə evdə həmişə belə bilirlər ki, mən xoşlamıram harasa getməyi. Olmuşam, mən çox ölkələrdə olmuşam. Norveçdə olmuşam, Macaristanda olmuşam, Türkiyədə olmuşam. Avropada çox ölkələrdə olmuşam. Məsəl üçün, amma Rusiyada çox olmuşam. Xoşlamıram ki, bu necə deyim, mən Azərbaycana bağlı insanım. Darıxır mənim ürəyimdə. Özdəki bu samolyotla uçmaq ora, bura. Adam yorur. Çox xoşlayıram maşını xodda. Gez Azərbaycanı, yaxud elə yaxın ölkə, Türkiyəyə getmişəm maşınla, Gürcüstana getmişəm, Batumiyə, belə deyim ki, mən xoşlayıram bu yol gedəndə. Bir dənə mən samavar gördüm, tüstüsündə, mən saxlamalıyam onu. Saxlamalıyam, bir stəkan çay içməliyəm. Gördüm ki, qəşəng kebab pişirirlər, ailəmlə, dostlarımla, gəlin düşək burada bir dənə qəşəng bir şiş kebab yeyək. Gözəl təbiət görəndə çıxıram, baxıram özüm üçün. Üzr istəyirəm, həm də İlqar müəllimin bir demək bacarığı da var ki, o əl qabiliyyəti yaxşıdır. Biz dəfələrlə efirlərdə görmüşük nəsə hazırlamaq və o maraqlı bir şey dedi İlqar müəllim ki, qutab hazırlaya bilər. Yəni qutab çox çətin məsələdir. O göyü onu çevirmək, məsələn orada da biraz vaxtında götürməlisən deyək ki. Vaxtında götürməlisən və bilməlisən ki, hansı göyərtilər gedir. Göyərtini əsas mənim ən problem şeydir ki, göyərtini tərtəmiz yumaq lazımdır. Hərdən yeyirsən bu qutabı, göy qutabın ağzında sap yox, torpaq fason qalır, adam yeyə bilmir onu. Hakim də gülmək tutur. Hətta bu yaxında biz İlqar müəllimlə oturanda orada gördük ki, biz orada göyərti yeyirdik. İlqar müəllim deyir ki, mən bilmirəm o necə yuyulub da, mən özüm yuyam onu. Mən özüm necə yuyuram? Mən göyərtini təmizləyirəm, suda saxlayıram, qəşəng yuyuram, sonra qoyuram onun suyun içinə, üstündən sirkə. Hətta sirkə də vurur. Sirkə mütləq sirkə vururam onu, 15 dəqiqə qalır, yaxud soda vurmaq olar. Onu sonra yuyandan sonra mən göyərti belə yeyə bilərəm ki, belə yeyə bilmərəm. İnşallah bizim bir görüşümüz də gözlənilir iyun ayında. İlqar müəllim o dediklərini nəsə reallaşdırmalıdır. Biz də ona kömək eləməliyik. Bəli, əlbəttə ki. İnşallah. İnşallah. Mütləq eləməliyik onu. İlqar müəllim, sevdiyiniz bəstəkar varmı? Bir neçə ad çəkə bilərsiniz bəstəkar? Bəstəkar çoxdur əlbəttə ki, Elçin İmanov. Çünki mənim üçün müasir dövrümüzdə. Bəli, çox gözəl mahnıları var onun. Eldar Mansurovdur, Vaqif Gərayzadədir, Tofiq Quliyevdir, Rauf Hacıyevdir, Qara Qarayevdir, Fikrət Əmirov. Əlbəttə ki, çoxdur. Bizim sadalayaraq Vasif Adgözəlov. Vasif Adgözəlov, bizim korifeyimiz. Emin Sabitoğlu. Emin Sabitoğlu. İlqar müəllim, fikir verirsiniz, bir nəsil gəldi və elə ki, o bütün mahnılar şedevr oldu bunların. Fikir verirsiniz. Və filmlərimizin də güclü olmasının səbəbi nədir? Rejissorlarımız da güclü idi, senaristlərimiz də, bəstəkar da, məktəb var idi. Bəli. O vaxtı belə deyərdim ki, imkanlar az idi, amma necə qəşəng yaradırdılar, necə qəşəng çəkirdilər, təbii çəkirdilər. O kinofilm var, onu bağışlamaq olarmı? Vallahi inandırım, mən o kinoya indiyəcə baxanda, mən o ana danışanda ağlayıram belə. Çox təsirlidir. Çox təsirlidir. Sonra o qızı axtarın. Qızı tapın. Tapın. İlqar, onda ən çox sevdiyiniz film, bu adların çəkdiklərini sayıla bilər, ən çox sevdiyiniz film, Azərbaycan filmi. Azərbaycan filmi ya ümumiyyətcə? Bunu deyək, sonra ümumiyyətcə götürək. Azərbaycan filmlərində mənim ən xoşladığım elə film o... Şərikli çörək? Yox, onu bağışlamaq olarmı, Şərikli çörəkdə. Sonra Dağlarda döyüş var idi. Bəli, Şamil Əkbərovun. Bəli, o da çox belə təsirli kinofilmdir. Bəs ümumi götürsək başqa filmlərə, əcnəbi filmlər? Əcnəbi filmlər də çoxdur. Mən xoşlayıram bu Kuravlyov var idi aktyor. Yəni Kuravlyov. Afoniya kinosunu. Afoniya ən çox sevdiyim filmlərdən biridir. Sonra İvan Vasiliç Milət Professori. Deməli, Qaydayın filmi. Bəli. Sovet filmləri. Kafkaska Plenitsa. Qafqaz əsəri. Filmlər, Svadba Malinovki, köhnə kinolar var idi. Sonra bir dənə kino var idi, adı neydi onun, ay Allah. Naçnoy Patrul, o lap köhnə kinodur, Naçnoy Patrul. Uşaq idim mən, hələ balaca atam otururdu, baxırdım o kinoya, mən də belə qalaqdan otururdum.
biraz çox mənalı film idi, baxırdım ona. Kuravyovun adını çəkdiniz. Mən Sovet filmlərini özüm də araşdırıram və aktyorlar haqqında həmişə paylaşımlar edirəm. Kuravyov mənim çox sevdiyim aktyorlardan olub və onun Afoniya filmindəki məsəl üçün pozitiv. o məsəl üçün necə bir də bir insan faciəsi var. İnsan əvvəl çox şən idi, dünyanın heç bir şeyin vezinə almırdı və sonra həyat onu necə rəndəlirsə, o məsələn o kəndə qayıdanda artıq bir başqa bir insan olur. Bəli, o görəndə ki, nənəsi deyəsən də, rəhmətə gedir, kövrəliyir belə. Çünki o həmişə şəhərdə olanda o qohumu haqqında danışır ki, yaxşıdır mən əlaqə saxlayıram. Halbuki onun məktublarına fikir verirsiniz, məktublaşma məsələsi var. Sən demək qadın öz-özünə məktub yazırmış. Bunu axırda bilir və orada da ağlayır ki, yəni mən necə gecikdim, ona çatmadım. Arada yuxusuna girir qadın. Ona uşaq paltarı tikir, yanınıza gəlir. Yəni Afoniya filmi... Kanyok Garbunyo. Savel Kramarov gözəl aktyor və həqiqətən Danilyanın ən gözəl filmlərindən biridir ki, həyatın özü var orada. Sonra orada Borislav Brandikov var. Fedulya. Afoniya, мне рубль должен был. Эй, Трох, крикни, Афонь! Его нет. А где он? А он уехал Нахуй! на картошку. Не люблю я таких людей. Это кто такой? А ты кто такой? Я родственник. Дальний. Гонеровый родственник мне, Афоня, рубль должен был. Два. Bu filmdə söhbət düşdü. Demək o Fedul obrazı çəkiləndə Borislav Brandikov deyir, orada axı o Alkaş geyimindədir belə falan. Bəli. Bu Qastinsadan çıxır, məşq bitib də artıq, yəni çəkiliş bitib. Çıxıb bir dənə həyətdə siqaret çəkmək istəyir. Qaydanda o qarolçu bunu saxlayır, deyir ki, hara gedirsən? Dedim, mən çəkilişi, nə çəkiliş bu video fasonunda qoymur onu içəri. Elə bilir ki, axırı bu Daniyelanın köməkçisi gəlir ki, sən harada qalmısan? Orada dedi bu məni buraxmır ki, sən aktyor deyilsən falan. Axırı o qız gəlib onu inandırır. O da gözün altında biraz belə şişir də elə bilir içimləri bu. Özü həmişə də o rolları çəkilir o. Sonra Brilliantova ruka var. Çox gözəl. Və o burada çəkilir. Sergey Birol və burada. Çort Paveli. Çort Paveli falan. Çox kinoları var. Elə dünya şöhrətli kinolar da var. O Xaç atası çox xoşlayıram o kinoya baxmağa. Adnajdı v Ameriki. Bir dəfə Amerikada. Bəli, o da çox möhtəşəm kino filmdir belə. Bəs sevdiyiniz müğənni var? Dünya bu yerdə də ola bilər, əcnəbi də ola bilər. Mən xoşlayıram Steve Wonder var, onu gözləri də görmür. Bəli. Gözləri görür. Ray Charles. Sonra Steve Wonder'ın çox gözəl mahnısı var. James Brown. Bəli. James Brown. Sizə yaxın janr belə deyək də, ifaçılar da olar. O bizə yaxın deyil, onlar başqa. Belə deyərdim ki, hardasa onlar da belə bir şanson ifaçı kimi gedilər. James Brown necə belə ritmik belə mahnılar ifa edir. O məşhur mahnı var. I just go to say I love you. Steve Wonder. Çox gözəl mahnı həqiqətən. Çox gözəl mahnı. Həyatda da çox mahnılar var. Is she love me? O da yaxşı. O da yaxşı gözəl mahnıdır. Biz danışdıq. Köynələri götürürsə Louis Armstrong. Ella Fitzgerald. Bəli. Qara dəlli. Bəli. İfadə edir. Gözəl ifadə. Tom Jones. Armstrongun elə nə gözəl bir dünya bir mahnısı var. Wonderful World. Çox gözəldir. Və onun yəni o qırtlağı, o boğazı var, onun məsələn ifası var, tərzi var. Yəni bu ifaçılarla böyümək, bu insanları dinləmək, məncə ki bu da insanın formalaşmasında çox böyük təsir göstərir. Düzdür, amma ki belə də deyərdim ki, bizim ifaçıları da mən çox istəyirdim. Qulaq asıram, indiyəcə qulaq asıram. Hüseyn Ağadıyevdir, Məmməd Bağırzadədir, Akif İslamzadədir, Axan Abdullayev, Muğamına olan qulaq asıram da Həcbaba Hüseynovdur. Əlbəttə ki, onlar da bir fəlsəfə kimi də onlara qulaq asanda bu muğamlara və mahnı janrında Hüseyn Ağa, Yalçın müəllim. Bəs Müslüm Maqomayev? Müslüm Maqomayev, əlbəttə ki. Mənə görə ən tanınmış Azərbaycanlılardan bəlkə də 200 nəfər varsa biri Müslüm Maqomayev demək olar. Dünya şöhrət. Çox gözəl bariton belə. Bəli. Səsi var onun. Allah rəhmət eləsin. Özü də ki, onun vaxtları, ümumiyyətlə onun vaxtları həmişində də var. O Cinevations, Mori. Bəli. Valentin Qaft var idi, Sovet aktyoru. O həm də şair idi. Mən onun şeirindən bir məzmunu deyəcəm sizə, təxmini ki, yəni mənası nədir? Deyir, telefon kitabçasında dostlarımız get-gedə seyrəlirlər
Yəni ki, onlar dünyasını dəyişirlər və biz nə zamansa o nömrələrə yenidən müraciət edəndə artıq yadlılar o telefonlara cavab verirlər. Mən istəyirəm bu məqama toxunaq ki, biz təbii ki, hamımız zaman-zaman dostları itiririk. Rüfət Mehdiyev bizim ortaq dostumuz olub. Allah rəhmət eləsin. Gözəl sənətkar idi həqiqətən və çox yumorlu və maraqlı bir insan idi. Space TV-də biz dəfələrlə, hətta biz bir yerdə də oturmuş belə söhbətlərimiz olurdu. Mən istəyirəm biraz onu xatırlayaq. Allah rəhmət eləsin. Bizim çox belə möhkəm dostluğumuz olub. Biz deməli belə deyəlim ki, ailəvi dost idi o. Həmişə tez-tez görüşürdük. Rüfətdə bir belə maraqlı həyata yanaşma var idi. Xoş deyirdi ki, kampaniyada bir anekdot danışsın, bir əhval-ruhiyyəni qaldırsın. Futbol oynamışıq birgə. Əlbəttə ki, necə deyirlər, bu necə oldu ki, bu Rüfət rəhmətə getdi. İnandırım ki, heç inanmağım gəlmir mənim indiyə qədər. Belə bir həyat sevər adam özünə. Bəli, özü ki, biz hələ başlayanda o sintezator ifa edirdi. Mən o vaxtda zərb alətlərində. Elə restoranda çalışanda da bizim restoranlarımız yaxında idi. Mən bir restoranda deməli ifa edirdim, orada yaxınlıqda. Sonra görüşürdük, həmişə nə lazımdır bir-birimizə kömək edirdik. Allah rəhmət eləsin. Çox heyf. Bir də ki, Beybud Kərimov var idi. O da yaxşı bəstəkar idi. O da gözəl mahnılar ifa edirdi. O da cavan rəhmətə getdi. Ruhları şad olsun. Özə Rüfət həqiqətən də elə bir ki, bəlkə də bir 5 dəqiqəyə 10 dənə yeni bir lətifə danışa bilərdi. O qədər. Özü onun bir gülüş tərzi də var idi. O belə maraqlı da danışırdı. Maraqlı da danışır. Mən bu yaxında bizim dostumuz Mirsadıq Ağazadə rejissor, o Kiçik Qala verilişinin rejissorudur. O mənə arxivini vermişdi, veriliş hazırlaydı və orada Rüfətin elə kadrlarını gördüm mən. Yəni heç bəlkə də çox adam görmür. O alınmayan səhnələr, orada cəmaatı güldürür, eləyir və adam baxır ki, belə bir həyat sevər adam necə tez dünyasını dəyişdi. Özü bir dost kimi də çox etibarlı dost idi ki, bir də görsən ki, hardasa nəsə bir baş verirdi, o heç vaxt belə deyim də arxaya çəkinən adam deyildi. Cəmiyyətdir də, elə toyda da, elə belə həyatda da həmişə möhkəm dostunun yanında dayanan adam idi. Bu da yaxşı keyfiyyətlərdən. Əlbəttə ki. İlqar bəy, qəzalar necə keçirmisiniz? Mən demək ki, bu yaxında da bir siz çox danışma sevmirsiniz bu haqda. Yox. Amma bir ağır bir qəzadan qurtulmusunuz belə deyək. Yəni Allah saxlayıb. Ümumiyyətcə həyatda çox olub ki, mən olub ki, dənizdə batırdım. Belə də olub. Belə də olub. Əlbəttə ki, mən artıq belə deyim ki, inanmırdım ki, mən bu sudan çıxa biləcəyim. Orada adam biraz daha çox mandraj basır belə. Əlbəttə ki, elə mən uşaqlıq vaxtımızda bir Oktay Natiq var idi. Bizdə iki qardaş qonşular. Natiq gedir belə qabaqda. Bir də gün Natiq yox oldu. Dalınca Oktay yox oldu. Oktay da bizdən böyük idi. Oktay necə oldusa Natiqi çıxartdı, özü də çıxdı. Bilmirəm nə idi, burulğandı, nədir. Mən də getdim suyun altına. İndi bilmirəm, orada çapalayıram. Amma güclə bana düzdür, biraz su udmuşdum, çıxdım o vəziyyətdən. Olub ki, yıxılmışam, hər şey olur. Olub ki, qəzaya da uğramışam, əlbəttə ki, olur ki, belə olur. Düzdür, qəza deyəndə ki, olur ki, mən yanmışdım, artıq gəlib belə toxundular maşına, başım deyildi. Siz olduğunuz yerdə dayanmışdınız? Hə, olur, hər şey olur, əlbəttə ki. Bu həyatdır, həyatda. Sığortalamaq mümkün deyil. Yox, heç şey. Olub ki, bir dəfə mənim Motoroller, o qalıq poçta parlayan Motoroller vurmuşdum, mən uçmuşdum sağa uşaqlıqda. Amma belə Allah saxlayıb. Allah saxlayıb, Allaha qurban olum. Keçmiş olsun deyək. Keçmiş olsun, hər şey olur. Bir də görsən yıxılırsan, bir dəfə bir dostum var, dedi ki, gedək qarajdan nəsə götürüm, mənim yadımdan çıxıb qarajda yama olurdu. Mən də ayağımı bastım oraya, yama getdi. Amma həkimə getməmişdim, belə sağaldı özü. Keçmiş olsun deyək. Çox ol, futbol oynayanda yıxılırsan, güləşçi olmuşam, olur ki. Güləşlə də məşğul olmuşsunuz. Mən sualım var, idmana münasibətiniz necədir? Mən güləşlə çox məşğul olmuşam. Ramiz müəllim idi mənim məşqçim Spartak cəmiyyətində. Gənc vaxtlarından? Gənc, artıq belə uşaqlıq gənc vaxtlarında, 12, 13, 14 yaşında. Bu sizin üçün məqsəd idi ki, hansı yarışmalarda iştirak etmək üçün, yoxsa sadəcə özünüz üçün? Məqsəd idi, ancaq belə oldu ki, mənim seçimim oldu da, musiqi yaxud güləş, idman. Amma mən seçdim musiqini çünki, yəni də qeyd edirəm ki, mən musiqiçilər ailəsində dünyaya gəlmişəm və o ənəni davam eləmək üçün. Bəli. Amma idman həmişə, belə deyim, həyatımda olur, mənim futbol oynamışam, həmişə belə trenajör zallarında getmişəm, məşq eləmişəm, çalışmışam ki, həmişə belə forma. Düzdür, biraz indi
O toyda biraz mümkün olmur da. İlqar bəy, yuxuya münasibətiniz necədir? Yuxular görürsünüzmü? Ümumiyyətcə yatmağı xoşlamıram. Ümumiyyətcə mən yatmaq xoşlamıram. Amma yuxuda əlbəttə ki, hamı necə mən də belədir. Yəni yox, məsələn gördüyünüz hansısa bir yuxu sonra reallaşıbmı, yoxsa nəsə, məsələn o yuxu bir deyək ki, bunun sonra mənfi bir fəsadı ortaya çıxıb. Belə bir şeylər baş verib. Olub. Olub bir dəfə mən görmüşəm yuxuda ki, belə böyük bir sıçan üstümə gəlir. Mən də belə qaça bilmirəm, qalmışam belə yuxudan belə durdum. 3-4 gündən sonra gördüm ki, məndə sarılıq var. Sarılıq başladı. Xəstəlik yaranıb və bu bir mesaj kimi olub. olub. Mesaj kimi olub. Çox şeylər olur əlbəttə ki. Yuxu da bir ayrı bir dünyadır da, ayrı bir mövzudur. Əlbəttə ki. Bizim bir belə bir verilişin sonlarında olan rubrika var. Suallar və konkret cavablar. Bəli. O istiqamətdə artıq danışacağıq. Dostluq nədir? Dostluq. Dostluq odur ki, həmişə sən bu insanla, dostunla belə münasibət qurasan ki, ona görə yox ki, ondan xeyir görüm, ay nə bilim, görüm mən bundan nə götürə bilərəm, bu bir dostluqdan xeyir udum mən nəsə. Dostluq olmalıdır səmimi və heç nə güdməyəsən bu dostluqdan. Sadəcə olaraq ki, biləsən ki, bu insan sənin dostundur, saat 3-də də 5-də də zəng gəlirsə, sən ona kömək olmasan, həmçinin o dostu sənə kömək olmalı. Güvənə bilərsən. Bir-birinizə güvənə bilirsiniz və kömək olasınız da, belə deyim, arxa dayaq olmalısınız. Bu dostluq budur da. Vətən nədir? Vətən, vətən bizim anamızdır, canımızdır. Vətənsiz, valla mən yenə deyirəm, səmimi deyirəm. Az öncə də dediniz, mən bura bağlı hara getsəm, Bakı aeroportuna düşəndə deyirəm, mən gəlmişəm belə vətənimə. Böyle çox da belə deyim, o Bakının köhnə məhəllələrin, içəri şəhəri, bulvarını çox xoşlayıram. Azadlıq nədir? Azadlıq? Azadlıq odur ki, əlbəttə ki, Allah göstərməsin kimsə azadlıqdan məhrum olsun. Məhrum ya mərhum? Məhrum olmaq. Məhrum. Azadlıqdan məhrum olmaq. Ha, bəli, məhrum olmaq. Azadlıq odur ki... Fikirlərdə azad olmaq necə? Fikirlərdə də azad olmaq sadəcə dərəcəsi var da. Bilirsiniz, hər şeyin dərəcəsi var. Yəni, fikirlərin o deyil ki, sən məsələn, nəsə istəyəsən ki, qadağadır, olmaz, məsəl üçün. Həyatda belə şeylər var ki, onun çərçivəsi olmalıdır. Çərçivədə əlbəttə ki, hər şey yaxşıdır, gözəldir. Xoşbəxtlik nədir? Xoşbəxtlik? Xoşbəxtlik odur ki, işimi, gücümü qutarandan sonra qaçırsan evə. Bunu Nikulin deyib, amma Nikulin bunu, üzrsən, bunu Yevgeni Leonov filmdə deyib. Amma əslində Nazım Hikmətin sözüdür ki, səhər evdən işə gedəndə və işdən evə qaydanda xoşbəxtsən, əgər gedib arzuluyursan ki, səhər işdən evə gedim, evdən işə gəlim. Bu artıq xoşbəxtlik. Özdəki xoşbəxtlik odur ki, sənin ətrafında olan balaların, yaxınların, hamısı sağlam olsun, salamat olsun, əsas odur. Mən heç vaxt istəməmişəm, mənim çox var dövlətim olsun. Mən istəmişəm ki, mənə bəs eləsin. Xoşbəxt insan odur ki, mənə bəs edir. Kifayətlənir ona. Kifayətlənir ki, bu var, min şükür. Odur, durasan, fikir çəkəsən, özümü öldürəsən ki, ay mən belə eləyim, mənə bu da azdır, bu biraz da olsun. Yaşamaq lazımdır, həyatda yaşamaq lazımdır. Hər gün yaşamalısan sən, sevinməlisən. Səhər duranda sən sevinməlisən ki, sən durmusan. Həyatdasın. Həyat, bugünkü gün mənim üçün ən xoşbaxt gün olacaq. Bugünkü gün mənim üçün ən uğurlu gün olacaq. Belə yaşamaq lazımdır. Gözəldir. Mikhail Jvanetski var idi, satirika. Onun belə bir frazası var. Deyir, əgər sizə dostlarınız və qohumlarınız zəng eləmirlərsə, deməli onlarda hər şey yaxşıdır. Ola bilər belə, hərdən belə fikirlər. Ümumiyyətcə, onun sözündə həqiqət var. Həqiqətən həqiqət var. Bəzən biz buna rast gəlirik. Əlbəttə ki. Bilirsiniz, əgər yada salmırlar sənə, deməli sən onlara lazım deyilsən. Əgər sən onlara lazım deyilsən, onlar da sənə heç lazımdır. Alisa Fendix var, aktrisa, Sovet aktrisasıdır. Onun belə bir fikir. Bəli. Hörmət, dostluq və ehtiras bu üç şeyin cəmi sevgini yaradır. Bu üç şeydən biri yoxdursa, sevgi də yoxdur. O tamamilə düzdür. Burada nəsə əlavə etmək olar yoxsa hörmət, dostluq və ehtiras? Sevgini mən bilirsiniz, necə deyərdim ki, sevgi odur ki, sən insan üçün nəsə eləyirsən və istəyirsən ondan da çox eləyəsən. Diqqətini, münasibətini, hər şey eləyəsən, bu sevgi odur. Gözəl cavabdır. Sevimli
yazıçınız və şairiniz varmı? Yəni yazıçı və şair sevdiyiniz. Bir adam çəkə bilərsiniz. Sevimli elə yazıcı, elə şair mənim atamdır. Onun qəzəllərini Bəli. oxuyuram mən, hər nə otururam belə oxuyuram özüm üçün. Amma ki, çox da o Rəsul Qəmzatov. Rəsul Qəmzatov. Bəli. Onun şeirləri Yaxşı şair. gözəldir. Bəli. Teatra münasibətiniz necədir? Teatra münasibətim deməzdim ki, açıq deyim də, səmimi deyirəm ki, o qədər çoxdur. Mən çox belə deyəlim ki, kino filmlərə, kinoya ondan da çoxdur. Amma teatr, əlbəttə, yaxşı teatra baxardım. Özü uşaq vaxtı daha çox getmisiniz də. Getmişəm, bəli. Teatrın daha belə də qaynar dövr. Düzdür. Amma ki, bilirsiniz, gözəl teatr, yaxşı belə dram teatrına gedərdim. Komediya teatrlarını xoşlamıram açığı. Hə, Belə də o janr daha çox. xoşlamıram deyəndə ki, Dram sizin üçün daha yaxın. Dram, yaxşı, melodram. drama teatrında o ki, aktyor oynayır, belə səhnə canlı baxırsan ona, o ləzzət edir mənə ki, burada belə görürsən ki, sən insanın bu məharətini, bu qabiliyyətini, komediya Onda mən təklif edirəm bu yaxında mən sizi dəvət edəcəm bir tamaşa gedib baxarıq. gedərik. Dram janrında. Gedərik. İnşallah. Özdəki evimizin yanında. Özü siz oraya yaxınsınız. Sonra da Zabirin yanında gedirik. Sonra Zabir də salamlayır. Salamlayırıq. Nə zamansa şəxsi həyatda və yaxud da ki, iş həyatında bir boşluğa düşmüsünüz? Mən açığı şəxsi həyatımdan danışmaq çox xoşlamıram. Amma həyatda olub ki, çətinliyim də olub. Həyatda olub ki, Boşluğa da düşmüsünüz. Peşman olmuşam. Həyatda olub ki, gözləmədiyim insandan bir hərəkət görmüşəm. Olub. Həyatda çox şey olub. Amma xoşbəxtəm ki, mənim belə gözəl ailəm var, mənim həyat yoldaşım var, mənim bağlarım var. Allah saxlasın, nəvələrim var. Özümü xoşbəxt insan hesab edirəm ki, Allah Taala bu gözəl neməti mənə bəxş edib. Çox gözəl və artıq son sualları verirəm. Gələcəklə bağlı xüsusi planlarınız varmı? Təbii ki, gələcəklə yaşamaq lazımdır. Mənim də öz planlarım var gələcəyə. Yeni mahnılar, dostum var, mənim üçün mahnılar yazır. Hələ ki, açıqlamaq istəmirəm nədir. Onları ifa edəcəyəm. Ondan savaya yenə də əlbəttə ki, bütün repertuarı yeniləmək, yenə də açığı deyim də, biz bu toy biznesində də təzə bir nəsə yenilik eləmək lazımdır. Efirlərə çıxmaq lazımdır. Konsert var, fikrimdə eləyim bu il, Allah qoysa görüm necə alınar. Elə fikirlər, planlar var. Bəli. Bağışlayan insansınız, yəni nəyə bağışlamazsınız ümumiyyətlə? Mən belə deyim də, çox ürəyi yumuşaq insanım. Bəli. Amma ki, o satqınlığı bağışlamıram, yox. Heç kimə də məsləhət bilmirəm bağışla. Çünki bir dəfə satan insan ikinci dəfə satacaq. Ardı gələcək. Ardı gələcək, bu insan satqındırsa. İlham məndən çox səmimi bir söhbətlərimiz alındı və mən elə belə də gözləyirdim. Həqiqətən, yəni zaman da necə keçibsə, yəni biz bilməm, bəlkə də ruh yaxınlığımız var, ortaq bir söhbətlərimiz var. Mənim üçün də çox maraqlı oldu. Həqiqətən bu səmimi söhbətlərimiz, bu suallar. Təşəkkürümü bildirirəm. Və sonda ən son sualım belədir, ölümlə bağlı olur bütün qonaqlara. Ölümə münasibətiniz necədir? Ölüm haqqında düşünmüsünüzmü? Ölüm haqqında belə deyim də, bu onsuz da gec-tez olacaq. Ona görə də ölümdən qorxmağa, nə bilim, məncə mənası yoxdur. Niyə görə? Düzdür, hamı çox yaşamaq istəyir. Amma ki, bunun heç kəs deyə bilməz ki, mən heç vaxt ölməyəcəm. Mənim atamın bir qəzəli deyirdi ki, Firon da deyirdi, mənəm Allah yer üzündə. Bilməm bu riyakar necə Allahıdır, getdi. Oy, çox gözəl. Çünki hamı bu dünyanı tərk edəcək. Bəli. Düzdür. Hamı istəyər ki, biraz çox yaşasın. Həyatı qiymətləndirmək lazımdır. Həyatın ən itirdiyin həyatda nə ola bilər? Vaxt. Zaman. O geri dönür. Onu itirmedi. Pul itirdin, heç nə itirmədin. Nəsə itirdin, heç nə. Amma zamanı itirdin, vaxtı itirdin, demək sən həyatı itirdin. Hər zamanın, dəqiqənin qədrini bilmək lazımdır. Çox gözəl, İlham bəy. Və sonda bizim hədiyyələşmə bir ritualımız var, ənənəvi olaraq. Mən sizə bu kitabı bağışlamışdım deyə. Amma növbəti kitabımı bağışlayacağım. Hansı ki, bu kitab sizə yoxdur. Ənvər Həsənovun xatirələri, ilk kitabımdır mənim. Burada onun canlı-canlı bizim köhnə filmlər, o dövr haqqında xatirələri var.
Bu mənim bir hədiyyəmdir sizə. Aha. Çox sağ olun. Qeyd edeyim. Bu bir hədiyyəmdir və bir hədiyyəm də Çox var. sağ olun. Bu mənim üçün çox qiymətli hədiyyədir. Növbəti hədiyyəm də Musiqiçi üçün nə bundan qiymətli nə mən ola bilər? fikirləşdim və düşündüm ki, İlqar Sahil musiqiçidir və ona ən yaxşı hədiyyə bax belə bizim milli alətlərimiz olan belə bir hədiyyədir. Və bunu da mən Çox sizə sağ təqdim olun. edirəm. Bu mənim evimdə ən gözəl yerdə inşallah yer tapacaq. Mən sadəcə olaraq mən bilmirdim ki, deməli belə bir Əslində sürpriz budur ki, ancaq bir şey var ki, o sürprizi mən söz verirəm ki, inşallah biz bağda yığışanda o hədiyyəni mən təqdim edəcəm. Bir dənə də belə bir təklifim var ki, bu hansı əşyadan götürülmüşsünüz, o qalsın sizdə bir yadigar qalsın ki, biz burada oturmuşduq. Bəli. Mən o vaxtlar bunu çox qiymətlidir də, qırmızı beşlik deyirdilər. Onluq. Qırmızı onluq, üzr istəyirəm, qırmızı onluq. Mən elə İlqar bəydən bunu xatirə olaraq Allah xoşu. şəxsi əşyalar kimi saxlayacağam. Bunu belə də eləyirlər, fasonda bir ramkaya salırlar. Saxlayırlar, bəli. Saxlayır ki, əlbəttə ki, bu tarixdir, artıq bu tarix. Təşəkkürümü bildirəm İlqar bəy, çox sağ olun. Mən də sizə təşəkkürlərimi bildirirəm. Amma bir hədiyyə məndə qaldı. O artıq kamera arxasında baş verəcək. İnşallah. Çox sağ olun. Gel gidip baş çekek kız qalasına, İçeri şəhərin mərd balasına. Gözləyir yolunu mənim bu yerlər, Bakının anası İlçəli şəhər. Gözləyir yolunu mənim bu yerlər, Bakının anası İçəli şəhər. Ay gülüm gözəlim gel gedək gəzinək, 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 bizə mehriban küçələrdə. Ay gülüm gözəlim gel gedək gəzinək, 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 yenə biz bir yerdə. Yayılır ay ışığı yastı damlara, nağıla oxşayır yay axşamları. Gel keçi evlərin arasına biz, toxunsun hər daşa əllərimiz. Gel keçi evlərin arasına biz, toxunsun hər daşa əllərimiz. Ay gülüm gözəlim gel gedək gəzinək, 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 bizə mehriban küçələrdə. Ay gülüm gözəlim gel gedək gəzinək, 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 yenə biz bir yerdə. Xəzərə yaraşır bizim bu şəhər, dalğalar oxşayır onu hər səhər. Buludlar baş əyir, üstündən keçir Bakının anası İlçəli şəhər. Buludlar baş əyir, üstündən keçir Bakının anası İçəli şəhər. Ay gülüm gözəlim gel gedək gəzinək, 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 bizə mehriban küçələrdə. Ay gülüm gözəlim gel gedək gəzinək, 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 yenə biz bir yerdə.
gəzinək, gəzinək, gəzinək bizə mehriban küçələrdə. Agüdüm gözəlim gəl gedək, gəzinək, gəzinək, gəzinək yenə biz bir yerdə. Agüdüm gözəlim gəl gedək, gəzinək, gəzinək, gəzinək bizə mehriban küçələrdə. Agüdüm gözəlim gəl gedək, gəzinək, gəzinək, gəzinək